Hər vaxtınız xeyir. Biz bu gün şəkərbura hazırlayacağıq. Şəkərburanı xəmirinə biz qatacağıq. 1 kiloqram una, 1 çimdik duz, 4 çay qaşığının 4də 1 hissəsi droş, 400 qram ev temperaturunda olan yağ, 200 qram smetan 20%, 1 armud stəkan süd, 1 çay qaşığı şəkər, bir dənə də vanilin. Əvvəl yağla unu umac eləyirik. Sonra digər ərzaqları biz əlavə edib xəmirimizi yoğuracağıq. Umacımız bu qaydada olur. Hazır olmuş umacın üzərinə ərzaqları əlavə edib yoğururuq. Mən şəkərburanı bu undan istifadə edirəm. Çünki bu çox yaxşı həm ağ undur, həm də yaxşı alınır şəkərbura, badambura. Bu undan yaxşı alınır. Biz bura 3 dənə yumurta vurduq. 2 yumurtanın sarısını, birində ağlı sarılı vurduq. Yadımdan çıxmışdı, deməmişdim. Xəmirimizdə belə yaxşı yumuşaq xəmirimiz alındı. Yumuşaq. Bu elə bil ki, döymə xəmir alındı. Xəmiri biz 40 qramlıq kündələrə ayırdıq. Yayıb bu hala gətirmişik belə. Bizdə burada 700 qram qoz ləpəsidir. Mən qoz ləpəsi ilə həmişə hazırlayıram, çünki yağlı olur. 700 qram qoz ləpəsinə biz 600 qram şəkər tozu əlavə elədik. Qarışdırdıq. 1 qaşıq da belə hil qatırıq. Mən içərisinə vanilin qatmıram şəkərburanın. Bu qayda ilə düzəldib yığmışıq bura. İndi göstərək nə cür. Belə balaca güllər kəsmişik. Bizdə fiqurlar var belə. Belə balaca qaşlardır. Xəmirimizin qırağını yüngül yaş eləyirik ki, belə xəmir bir-birinə yapışsın. İçərisinə 2 qaşıq içilikdən əlavə eləyirik. Hamısını hazır eləyib bişirəndən sonra yenə göstərərik. İstədiyimiz muncuqlardan əlavə eləyirik belə güllərin üzərinə. Belə hazırdır. Biz indi badamburanın xəmirini hazırladıq. 6 dənə kündəyə ayırdıq. Mən deyəcəm badamburanın xəmirinə nə qatdıq. 1 kilo una biz qatdıq 3 yumurtanın sarısı, 200 qram smetan xama, 150 qram yağ otaq temperaturunda, 1 çay qaşığı maya, 1 stəkan süd, 1 çay qaşığı şəkər,
bir vanilin, bir çimdik də duz. Biz yayırıq bu belə nazik yayırıq. Sonra yenə yağlayacaq. Biz 6 dənə kündəni birinci yağlayırıq. Yayılmış yuxalarımızı qat-qat yağlayırıq. Altı kündəni hamısını yağlayıb bu qayda ilə yığacaq üst-üstə. Sonra başlayıb kəsib bişirəcək. Bu qaydada xəmirimizi yığırıq belə. Biz indi bunu çəkib göstəririk. Biz də indi bu qayda ilə hazırlayırıq. İndi bayram qabağı hərə öz evində bişirir, iraqlayır. Biz də yəni çəkirik ki, biz də bu qaydada hazırlayırıq. İndi belə kusoklara ayırırıq. Sonra içərisini doldurub hazırlayacağıq. Badam buramızın içərisinə yarım kilo qoz, 400 qram şəkər, bir qaşıq da hil yenə qarışdırıb bu hala gətirdik. Kəsdiyimiz xəmirdən badam buraların içərisini doldurmağa başlayırıq. İçərisinə 2 qaşıq əlavə edirik. Badam buranın yenə yuxalarını yaydıq, 6 kündəni yağladıq. İndi hissələrə ayırıb bu formada bükəcək. Paxlavaları da eyni qayda ilə hazırladıq. 12 kündəyə ayırdıq. Üzün romb şəklində kəsdik. Üzərinə qoz ləpələrini düzüb verəcəm duxovkaya. Biz üzərinə də 3 yumurtanın sarısını, 1 xörək qaşığı da bitki yağı əlavə edib üzərinə çəkdik. Belə qəşəng alındı. Biz bu gün şəkər bura, paxlava, badam bura hamısını bir günə hazırladığımıza görə paxlavanı necə hazırladım, içərisini çəkmədim. Video çox yer tutduğu üçün hamısını çəkə bilmədim. Ona görə ki, vaxt aparır. Paxlavamız biraz pişəndən sonra biz götürüb bıçaqla belə kəsib aralarını kəsirik. Mən yağı içərisinə əlavə eləmədim. Üzərinə mən yağı əlavə eləyəcəm.
Yenə qoyaq duxovkaya bişsin. Bişəndən sonra şəkərini əlavə edərik. Paxlavamız uje hazırdır. Belə qəşəng yağlı alındı. Üzərinə mən mət hazır eləmişəm. Mətinə elə bil ki, 3 stəkan pəsox, 1 stəkan yarım su əlavə elədim. 1 kusok da limon belə alındı. Məndə mət soyuqdur. Paxlava isti olur. Məti də soyuq əlavə edirik bura. Biz səhərə qədər qoyacaq paxlavamız bu qabda qalacaq. Mətin özünü çəkəcək. Kim istəsə paxlavanın üzərinə glukoza da çəkə bilər. Mən çəkmədim. Glukozanı parıldamaq üçün çəkirsən üzərinə. Məndə elə belə parıldayır da, yaxşı alınıb. Biz bu gün hazırladıq, yığdıq. Mən badam buraların birazın üzərinə saxarını pudra əlavə elədim, şəkər tozu. Birazı da yenə inşallah süfrəyə verəndə şəkər tozu əlavə edərik. Maşallah çox yaxşı alındı. Bu gün əziyyətimizə görə çox qəşəng də alındı. Yəqin ki, hər evdə hər kəs nə başarır, onu da hazırlayır. Biz də bugün belə hazırladıq. Hər kəsə nuş olsun, göz haqqınızı da halal eləyin. Biz də bacardığımız qədər hazırladıq. Hazırlaşırıq Novruz bayramına. Sağ olun, sağlıqla qalın. Bayramımız mübarək olsun.